Məddahlıq. Motosikletdə oturmuşdum. Gözəl səsi ilə Həzrət Zəhranın mədhinə yazılmış şeirlər oxumağa başladı. Çox gözəl və yanıqlı şeir idi. Heyətin bir məclisində xahiş etdim ki, həmin şeiri oxusun, amma razılaşmayıb dedi. Burada məddah var. Mənim ümumiyyətlə yaxşı səsim yoxdur. Bilirdim ki, Allah üçün olmayan və ya özünü tərifləməsinə səbəb olan işlərdən qaçır. Məddahlıqda qəribə adətləri vardı. Mikrofon, əks səda və s. vasitələr istəməzdi. Dəfələrlə mikrofonsuz oxumuşdu. O deyirdi ki, Əhl-i-Beyt hər şeyini İslam yolunda verib. Biz də heç olmasa yaxşı sinə vurmalıyıq. Toy və əza mərasimlərində harda oxumalı olduğunu düşünsəydi, oxuyardı. Lakin orada başqa bir məddah olsaydı, oxumaz və onu dinləyərdi. İbrahim, Həzrət İmam Rıza aleyhisselamın bu hədisinin real nümunəsi idi. Bizim müsibətimizə ağlayan və ağladan şəxsin əcrini Allah özü verəcək. Bizim faciələrimizə görə gözü yaşaran və ya ağlayan şəxsi Allah qiyamətə bizimlə birgə gətirəcək. Əzadarlıq zamanı yüksək mənəvi halda olurdu. Çoxları onun iştirakından və əzadarlığından həvəslənirdilər. İbrahim olduğu hər bir yeri Kərbəlaya çevirirdi. Onun ağlayıb sızlaması qəribə ab-hava yaradırdı. Bunun bir nümunəsini 1982-ci ilin Ərbəin günündə Hüseyn Aşiqləri heyətində gördük. Heyət uşaqları o günü heç vaxt unutmazlar. İbrahim Həzrət Zeynəbi yad edirdi. O məclisə böyük coşqu qatmışdı. Sonra da huşunu itirib özündən getdi. Həmin gün uşaqlarda misilsiz bir hal yarandı. Əminəm ki, İbrahimin isti nəfəsinə və mənəvi yanğısına görə məclis elə dəyişmişdi. İbrahim məddahlıq barədə maraqlı sözlər deyirdi. O düşünürdü ki, məddah Əhl-i-Beytin hörmətini qorumalı, hər sözü deməməli, uyğun şərait olmadıqca roizə oxumamalıdır. İbrahim özünü məddah hesab etmirdi. Lakin harda oxuyurdusa, gözəl mənəvi mühit yaranırdı. O, şəhidləri heç vaxt yaddan çıxarmırdı. Şəhidlərin, xüsusən də Əsğər Vüsalinin və Əli Qurbaninin adları keçən bir neçə beyt şeir hazırlamışdı və əksər məclislərdə oxuyurdu. Tasa axşamı idi. Məsciddə böyük əzadarlıq keçirildi. İbrahim əvvəldə çox yaxşı sinə vururdu, amma sonra kənara çəkildi. Qaranlıqda bir tərəfdə dayanıb yavaşca sinə vururdu. Mərasim çox uzandı və gecə saat 12-də bitdi. Ehsan vaxtı hamı İbrahimin ətrafına yığışdı. Mən dedim, necə gözəl əzadarlıq idi. Uşaqlar çox yaxşı sinə vururdular. İbrahim mənə və uşaqlara mənalı tərzdə baxıb dedi. Eşqinizi özünüzə saxlayın. Bizim təəccübümüzü görəndə sözünə davam etdi. Bu cəmaat Həzrət Əbəlfəz rozəsi dinləməyə gəlib. Əzadarlıq uzananda onlar da yorulurlar. Siz bir qədər əzadarlıqdan sonra ehsanı verin, sonra nə qədər istəyirsiniz sinə vurun və eşqinizi bildirin. Elə edin ki, cəmaat Əhl-i-Beyt məclisində yorğunluq hiss etməsin. Həzrət Zəhra Səlamullahi əleyhə məclisi. Şəhidin dostları. Hacı Əbülfət məscidində məclisə getmişdik. Məclisdə İbrahimin Həzrət Zəhra barədə yazdığı şeirlər oxundu. Sonda Hacı Əli İnsani rozə oxudu. İbrahim özündə deyildi. Şeir dəftərçəsini bağlayıb ucadan ağlayırdı. Mən onun bu rəftarına çox təəccübləndim. Məclisdən sonra evə gedəndə yolda dedi. Adam Həzrət Zəhra məclisinə daxil olanda gərək onu orada hiss etsin. Çünki məclis o həzrətə məxsusdur. Bir dəfə mənim israrımla Eyd-i Zəhra məclisinə getdik. Həzrət Fatimə aşiq olduğuna görə çox sevinəcəyini zənn edirdim.
Məclisin məddahı güya Həzrət Zəhranı sevindirmək üçün bəzi səhabələrə qarşı kobud sözlər işlədirdi. Məclisin ortasında İbrahim mənə işarə verdi və birlikdə məclisdən çıxdıq. Yolda soruşdum. Deyəsən narahat oldun, eləmi? O həmişəki kimi soyuqqanlı değildi. Üzünü mənə tutdu və əlini hirslə tərpədib dedi. Bu məclislərdə Allahı tapmaq olmaz. Həmişə elə yerə get ki, Allahdan və Əhl-i Beytdən danışsınlar. Bu cümləni bir neçə dəfə təkrarladı. Sonralar din alimlərinin o məclislər barədə, habelə müsəlmanların birliyini qorumaq haqda fikirləri ilə tanış olanda İbrahimin dəqiqliyini alqışladım. Fəthül Mübində yaralananda onu cəld Desfula, ordunun tibb məntəqəsinə apardıq. Zalda çox adam vardı. Yaralılar zarayırdılar. Nəhayət küncdə bir yer tapıb onu yerə qoyduq. Tibb işçiləri onun boynunun və ayağının yarasını bağladılar. O şəraitdə hamının əsəbi pozulmuşdu. Yaralıların səs-küyü olduqca çox idi. Birdən İbrahim ucadan oxumağa başladı. O, Həzrət Zəhranı vəsf edən gözəl bir şeir oxudu. Həmin əməliyyatın parolu da o Həzrətin adından ibarət idi. Bir neçə dəqiqə zalı qəribə sükut bürüdü. Heç bir yaralı sızlamadı. Sanki hər şey qaydasına düşdü. Hər tərəfdən rahatlıq yağır. Yaralıların və tibb işçilərinin gözlərindən yaş damlaları axırdı. İbrahim oxuyub qurtaranda digərlərindən yaşlı olan və hicabı kamil olmayan bir xanım doktor ona yaxınlaşdı. O çox təsirlənmişdi. Yavaşca dedi. Sən də mənim oğlum kimisən. Siz gənclərə qurban olun. Sonra oturub İbrahimin başından öpdü. İbrahimin üzü qulaqlarına qədər qızardı. Sonra xəcalətindən mələfəni üzünə çəkdi. İbrahim həmişə deyirdi. Allaha təvəkküldən sonra məsumlara, xüsusən də Həzrət Zəhraya təvəssül etmək problemlərin əsarıdır. İbrahimi görmək üçün Nəcmiyə xəstəxanasına getmişdim. Bir yerdə oturmuşduq. İbrahim icazə alıb Həzrət Zəhra haqda roza oxumağa başladı. İki həkim uzaqdan bizə baxırdı. Yaxınlaşıb soruşdum ki, bir şey olub? Yox, biz təyyarədə onun yanındaydıq. Tez-tez huşunu itirirdi. Amma o vəziyyətdə də gözəl səslə Həzrət Fatimənin mətninə yazılmış şeirlər oxuyurdu.